Salam mənim əzizlərim, buğa bürcləri üçün 22-28 dekabr həftəsi nələr gözləyir? Bununla bağlı açılım eləyəcəyik. Buğalar. Görək buğaları nə gözləyir? Oy. Paylaşımçısınız. Çox pozitivsiniz. Ümumiyyətlə, fikirləşirsiniz ki, bu yavaşlama həyatımda nələrsə yavaş gedir, yəni sürətlə irəliləmir. Ümumiyyətlə, sizə mənbə olaraq, enerji olaraq məsləhət görülür ki, heç nə üçün də tələsməyin. Elə belə də olmalıdır. Az olsun, amma daha keyfiyyətli olsun anlamındadır. Biraz kədərlənirsiniz. Nələrəsə qarşı üsyan edirsiniz, fikirləşirsiniz ki, yəni ki, narazıçılığınız var. Dəyişiklik etmək istəyirsiniz və bu dəyişikliyin alınmaması mı, gecikməsi mi deyim, həm sizi kədərləndirir, həm də sizi artıq üsyan edirsiniz ki, niyə belə oldu, niyə və nədən suallarını daha çox verirsiniz özünüzə. İkiləmlərdəsiniz, fikirləşirsiniz ki, qərar verməliyəm, bəzi yüklərdən qurtulmalıyam, artıq olan nə varsa həyatımda çıxarıb yenilənmə dövrümdür. Mən çünki bəzi şeyləri müqayisə eləyirsiniz, istəyirsiniz ki, baxmayaraq ki, siz ikiləmlərdəsiniz hal-hazırda, amma ruhən çox inanclısınız. Yəni, inanılmaz dərəcədə ruhən inanlısınız. Düşünürsünüz ki, hər şey yoluna düşəcək və mənim istədiyim kimi olacaq. Yəni, inamlı birisiniz. İnamlı birisiniz. Stres olmamaq üçün məsləhət görülür ki, sakitliyinizi qoruyasınız. Çünki sizi ətrafınızda dəstəkləyən, sizi sevən insanlar çoxdur. Yəni, sevilirsiniz. Özünüzə inamınız çoxdur. Bəzən özünüzə, yəni öz alanınıza deyək də, özünüzə qapanıb nələrisə doğru və yaxud da düzgün olduğunu fərqinə varmağa ehtiyacınız var. Yəni, bu qədər uyğun kart görməmişdim. Maddi gəlirləriniz artır. Keçmişlə bağlı düşüncələriniz amma çoxdur. Keçmişdə baş verən hər hansısa bir hadisələri bu maddiyyatla bağlı da ola bilər. Yaxşılığa doğru dəyişməyə, yəni həyatınızda günəş doğacaq. Yəni ki, daha yaxşı olacağına inanırsınız, çünki həyatı axınına buraxmısınız. Sanki hər şey özü yoluna düşəcək. Çünki təcrübələriniz var. Daha öncə yaşadıqlarınızın təkrarlanmayacağını bilirsiniz. Çünki yeni bir yol açılır sizin üçün. Sağlamlığınızla bağlı narahatçılığınız varsa sağalmağa doğru gedir. Uğur gözləyir. Bu həftə buğalar üçün də çox uğurlu həftə gəldi. Gəlin sevgi mesajına baxaq. Üzümüzə gələn həftə buğalar üçün nə mesaj verir? Bu həftə cinsel çəkiminiz çox yüksəkdir. Qarşı cins tərəfindən daha arzulanan, daha istəkli, daha yəni qarşı tərəfin gözünə daha gözəl görünəcəksiniz. Zaten buğalar gözəldilər. Qadınları, kişiləri də çox yəni ki, yerini biləndirlər deyənə. Çox belə romantik bir həftə ola bilər sevgi münasibətlərində. Bu qədər buğalar.